Bakıda məktəbli bıçaqlanıb. Hadisə Binəqədi rayonu 28 may qəsəbəsində 306 saylı məktəbin yaxınlığında baş verib. 11-ci sinif şagirdi mübahisə etdiyi həmyaşıdına bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir. Nə valla o uşaq çox pozğun uşaqdır. Bütün tələbələr bilir, uşaqlar bilir. Ondan gedir mənə 20 qəpik ver, bundan gedir pul istəyir. Bundan da istəyirdi, bu da deyir mən vermirəm. Mənim balaca nəvəmdə. İstəyib verməyib, qayıdıb gedəni çırpıbdı bir işçi. Bir də cümanda bax o da o uşağın yoldaşıdır, sinif yoldaşı. O uşaq özünü atıbdı ki, niyə öldürürsən mənim sinif yoldaşımdır. Bakı Şəhər Təhsil İdarəsindən bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır. Uşağın vəziyyəti ölümlə qalım arasında müqayilə edilir. Harada xəstəxanadadır? İstətdə, Semeşqada. Uşağı bax bu döşündən buradan bıçaqlayıb, ağciyarı cırıbdı. Sonra bağırsıqlara, iki bağırsığının arasından bıçaqlar keçibdi. Sonrasına qolların cırıq-cırıq eləyib, başını cırıbdı. Qeyd edək ki, hadisə Binəqədi rayon polis idarəsində araşdırılır.